Mərhəmətli və rəhimli Allahın adı ilə. Allah Quranda bildirir ki, qiyamətə qədər Quranın bir hərfi belə dəyişdirilə bilməz. Bəzi insanlar isə düşünürlər ki, necə ola bilər ki, o vaxtdan bu günə qədər dəyişdirilməsin? Bu ola bilməz. İndi isə baxın, ayrı-ayrı surələrdə və ayrı-ayrı mövzularda cəmi kitabda 115 dünya sözü işləndiyi kimi 115 də axirət sözü işlənmişdir. 145 həyat sözü olduğu kimi də 145 də ölüm sözü vardır. Həmçinin də 77 yerdə cəhənnəmdən bəhs edildiyi kimi 77 dəfə də cənnət haqqında danışılır. Beləcə kitabda işlənən bu kimi bir-birinə əks və uyğun olan bütün sözlər bərabər saydadır. Əgər Qur'anın bir kəlməsi belə dəyişdirilmiş olsaydı, onda bu say bu gün düz gəlməzdi. Allahın hər bir sözü və hər bir vədi bax beləcə həqiqətdir.